Natiq bəy, İkinci Dünya müharibəsindən sonra belə qırılmışdı da, var idi ATƏT, BMT ATƏT-i tanıyırdı, ATƏT də BMT-ni tanıyırdı. Digər təşkilatlar var idi ki, onlar BMT-nin müxtəlif strukturları idi və yaxud da ki, BMT-yə inteqrasiya olmuşlar bu və ya digər formada. ATƏT indi Rusiya-Ukrayna müharibəsindən sonra ümumiyyətlə ölüb. Fakt ki, BMT Azərbaycanın timsalından başlayaraq son ana qədər gücsüzlüyünü nümayişlətdirdi, yaxın şərq münaqişəsi o cümlədən. Amma BMT qalmaqdadır. İndi mənim sualım sizə belədir. İki qoşun başı bir qazanda qaynaya bilər. Yəni, Sülh Şurası, BMT, ikisi də dünyada münaqişələrin həlli ilə məşğuldur. Necə yola gedəcəklər? Çox elə məsələnin məğzi də ondan ibarətdir. Amma gəlin ardıcıllığı başqa cür quraq da. BMT effektivdirmi? Birinci sual. Effektiv deyil. Nəinki Azərbaycanla bağlı qəbul olunan qətnamələrin yerinə yetirilməsi məsələsində yox, bir çox məsələlərdə effektiv olmadığı üzə çıxdı. Və bundan başqa BMT-nin yaradılması fəlsəfəsindən bugünə qədər dünyada çox şey dəyişib axı. Bax, o fəlsəfənin yerini dolduracaq başqa bir güc mərkəzlərinin yaranmasına ehtiyac yaranıbmı? Bəli, yaranıb. Bax, bu məsələyə belə baxmaq daha doğrudur. İkinci məsələ ondan ibarətdir ki, BMT-nin büdcəsinin 21,8%, 22%-ə yaxınını Amerika Birləşmiş Ştatları verir. Rusiya cəmi 1,2%-ni verir. Yəni, bax, bu BMT-nin demək olar ki, 1/5-ni təmin eləyən, maliyyə vəsaitlərini təmin eləyən Amerika Birləşmiş Ştatları orada bir ciddi effektiv nəticə əldə etmirsə, bunu niyə davam etdirməlidir? Heç təsadüfi deyil ki, bu tədbirdən öncə də Trumpın fərmanı oldu. 65 beynəlxalq təşkilatlardan Amerikanı çıxartdı. Onlardan böyük əksəriyyəti ya BMT-nin təsis etdiyi, ya da BMT ilə birgə çalışan beynəlxalq qurumlar idi. Bunun səbəbi nədir? Gəlin bunun səbəbini də biraz araşdıraq. Səbəbi ondan ibarətdir ki, artıq BMT və digər qlobal Amerikanın vaxtı ilə 40-cı, 50-ci illərdə yaratdığı təşkilatlara Amerika artıq nəzarət etmir. Və yaxud da Amerikanın nəzarət etməsi effektiv deyil. İstəyir Dünya Bankı olsun, Beynəlxalq Valyuta Fondu olsun, BMT-nin özü olsun, Ümumdünya Ticarət Təşkilatı olsun. Ümumdünya Ticarət Təşkilatının təsisçisi və yaradıcısı təklifi Amerika Birləşmiş Ştatlardan gəlmişdi. İndi Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, onun işini bloklayır. Bilirsiniz, ora hakim atılmır Amerika tərəfindən deyə heç bir mübahisəyə baxmaq mümkün deyil. Orada daha çox Çinin dominantlığı getdikcə artır. Və çox qəribədir ki, qlobalizmin banisi olan Amerika indi artıq anti-globalist addımların həyata keçirilməsində maraqlıdır. Çünki onun qurduğu qlobal təsisatlar artıq onun özünə qarşı işləməyə başlayır. Amerika Birləşmiş Ştatlarına. Ən azından respublikaçılar və yaxud da MAQA hərəkatı, Trump hərəkatı bunu belə görür. Və bunun altında yatan fəlsəfi yanaşma bundan ibarətdir. Bu, nə Trumpın şıltaqlığı deyil, nə onun istəklərinə uyğun bir məsələ deyil. Düşünülmüş strategiyadır. Bu Amerikanın dərin dövləti. Bəli, bəli, düşünülmüş strategiyadır ki, bizim öz qurduğumuz təşkilatlar artıq bizə qarşı çalışırlarsa, bu qlobalizm artıq bizim özümüzə ziyan vurursa, o strukturları dağıtmaq lazımdır və yaxud da o struktur... Buyurun. Onların ABŞ-ın yaratdığı qaydalarla Çin kimi dövlətlər ABŞ-a üstün gəldiyi üçün həmin qurumlar... Ümumdünya Ticarət Təşkilatı bunun ən böyük örnəyi. Gəliz, belə deyək, xırdalayaq ki... Bəli, mən də onu nəzərdə tuturdum, haklısınız. Onlar bu qaydaları tətbiq ediblər, Çin bu qaydalara gəlib və onlardan daha yaxşı nəticə göstərdi və üstünlük qazandı. Üstünlük qazananda deyirlər ki, bu təşkilat bizə lazımdır. Oyun qaydalarını dəyişmək lazımdır. Liberal institutlar faktiki olaraq özünü doğrultmur. Söhbət təkcə BMT-dən gedir. Bütün digər institutlar və... Bir cümlədə sonda... Buyurun. İcazənizlə. Burada əsas məsələ nədir də? Yəni, sonda bir cümlə ilə bunu yekunlaşdırsaq fikirlərimi, bu uğur hekayəsinə bağlı olacaq. Əgər yaxın zamanlarda ciddi bir uğur hekayəsi qurulacaqsa, məsələn Qəzzada, bundan sonra Ukraynada, bu uğur hekayəsi qurulacaqsa, bu struktur institutlaşıb möhkəmlənəcək. Və bundan sonra da 3 ildən sonra Donald Trump, bilirsiniz ki, namizəd ola bilməyəcək. Amerikanın prezidenti ola bilməyəcəksə, niyə dünyanın idarə heyətinin sədri olmasın? Yəni, bu həm də bu nöqteyi nəzərdən də onun üçün maraqlıdır. Mən az əvvəl sizə sual verəndə soruşdum ki, iki qoçun başı bir qazanda qaynayacaqmı? BMT ilə məsələ aydındır, eyni sualı vermək istəyirəm. Dünyada başqa qoçlar da var. Ən böyüyü elə sizin az əvvəl adını çəkdiyiniz Çin. Yəni, bu özü-özündə böyük məharət tələb bilirdi ki, Amerikanın qurduğu Amerika-sentrik dünyada işləri elə düzəb qoşasan ki, sonunda Amerika başlasın bu dünyanı dəyişməyə. Çindən əlavə Rusiya var.
Hansı ki indi biz təbii ki deyirik ki, Rusiya Ukraynanın ötəsindən gələ bilmir falan. Amma Rusiya güclüdür. Həm iqtisadi baxımdan, həm xammal mənbəyi olaraq, həm də indi nüvə silahına malik ölkədir. Dünyada özünü söz sahibi hesab edən digər iri dövlətlərin davranışının necə olacağını proqnozlaşdırırsınız? Çox maraqlı sualdır əslində və son zamanlar gördük ki, Çinlə Rusiya da boş durmurdular axı. Onların da öz klubu var idi. Qlobal Cənub qoyurdular adını, BRICS qoyurdular adını və yaxud da Şanxay əməkdaşlığı. Çində keçirilən paradı xatırlayın. Yəni onlar da öz sentrik, yəni Çin sentrik bir dünya düzəltməyə çalışırdılar ən azından. Belə proses gedir, çalışırlar. Və çalışırlar və bu bugün baş verən hadisə də bəlkə həm də ona cavabdır. Yəni qlobal Cənub anlayışının bir növ parçalanmasına, ümumiyyətlə bunun minimuma endirilməsinə, bunun fəsadlarının və təsirlərinin minimuma endirilməsinə cavabdır. Təbii ki, bu, yenə təkrar edirəm, bu təşəbbüsün uğurlu olacağı təqdirdə bu uğurdan hər kəs pay almağa, bu uğurdan kənarda qalmamağa çalışacaq. Və yaxud da artıq dünya fraqmentallaşmağa doğru getdiyindən, fraqmental dünyada güc mərkəzləri olacaq. Əvvəlki kimi iki qütblü, ya sonraki son 30 ildə bir qütblü dünya yox. Son zamanlarda artıq Çinin də gücləndiyini nəzərə alsaq, bir neçə qütblü dünyanın yaranması mümkündür. Ola bilər Çinin cazibə dairəsi olsun, Rusiyanın cazibə dairəsi olsun, Hindistan çalışa bilər buna, Türkiyə çalışa bilər. Bizim də ən vacib, belə deyək də, hədəflərimizdən biri olmalıdır ki, Türkiyə yeni dünyada o fraqmental dünyanın güc mərkəzlərindən birinə çevrilsin. Yəni, belə olduğu halda hər bir böyük dövlətin özünün oyun qaydaları yaratmaq cəhdlərini görəcəyik. Amma bu sülh platforması ciddi uğur qazansa, Qəzzada müharibəni bitirib tamamilə orada bir Trump'ın o məşhur videosunda olduğu kimi bir kurort şəhəri yaradılır və bir cənnət vəd olunur sanki. Şəkili görsətdilər, kürəkəni görsətdi, nə tikmək istəyirlər. Ondan sonra Rusiya-Ukrayna müharibəsi, bugün də vacib danışıqlar olacaq. Vitkov Moskvadadır, elə Kuşnerlə bir yerdə. Zelenskilə Trumpla görüşüb artıq. Yəni orada da bir uğurlu olsa, Çin bundan necə kənarda qalacaq? Hansı formada kənarda qalacaq? Yəni ona görə də çalışacaqlar gələcəkdə bunun hansısa bir formada bir tərkib hissəsinə çevrilsinlər. Çox qəribədir ki, Zaur müəllim dedi ki, Amerika mərkəzli iki qütb var da, həm qlobalistlər, həm də anti-qlobalistlər sanki Amerikadadır. Mən biraz fərqli düşünürəm. Anti-qlobalistlərin artıq mərkəzi Çindir. Yəni Çin daha yaxındır onlara. Çin onlara kənardan avtoritar bir ölkə kimi görünsə də, qlobal oyun qaydaları onlara daha sərfəli oldu. Qlobal oyun qaydalarının daha sərfəli olduğundan onlar daha çox dividend əldə etdilər. Bəli, daha çox dividend əldə etdilər. Çox qazanırlar, hər şey Çindədir. Bəli, daha çox dividend əldə etdilər. Ona görə də bu qlobal qarşıdurma məsələsində razıyam sizinlə. Qlobal qarşıdurmada artıq Çin başqa mövqedədir. Yəni artıq qlobalistlərin güclənməsinə meyilli olan qüvvələrdədir. İndi hansı üstün gələcək? Necə olacaq? Yaxın zamanlarda biz bunu görəcəyik. Mən Avropa mövzusunu davam etdirmək istəyirəm. Davosda Donald Trump Avropa liderlərinə çox sərt yanaşma nümayiş etdi, xüsusən də Emmanuel Macrona. Yəni adam Trumpa mesaj yazır ki, biz səninlə görüşək, biz danışaq, şam eləyək. Trump da çıxardır o mesajı hamıya göstərir, o sosial şəbəkəsində paylaşır. Sonra da deyir ki, əgər mənim təşkilatıma Fransa qoşulmasa, fransız şərablarına 200% rüsum tətbiq edəcəm, qaça-qaça gələcək. Düz elədir. Çünki Macron bir gün qabaq onun videosunu yaymışdı, necə oynayan telefonla danışır. Yəni Macron hər zaman öz əhəmiyyətini artırmaq istəyir ki, bu bütün işlərin içindədir də, bu danışa bilir filan beş məkan. Birinci o yaydı, sonra Trump. Trump da cavab verdi. Bəli. Amma Trumpdan eyni münasibəti, oxşar münasibəti çalarlar müxtəlifdir. Biz digər Avropa liderlərinə qarşı görürük. Böyük Britaniyanın baş naziri, Almaniyanın baş naziri, Avropa təşkilatının von der Leyenə qarşı. İndi Avropa ölkələri hansı addımlar atacaq? Neyniyəcəklər? Bu indiki durumda. Gəlin belə danışaq da. Avropa Birliyinə qarşı iradlarını, səsləndirilən iradları Münxen konferansında G.D. Vance başlatdı. Sonra da Davos forumunda Trump davam etdirdi. Hansı yanlışdır? Yəni bu illər ərzində 2-ci Dünya Savaşından sonra təqribən 50 trilyon dollara yaxın Amerika Birləşmiş Ştatları Avropanın müdafiəsinə pul xərcləyir. Və deyir ki, bunun əvəzinə siz bizə nə verirsiniz?
bir balaca buz parçasını belə bizə çox görürsünüz, Qırlandiyanı nəzərdə tutaraq. Yəni doğrudan elə oldu və həm də ona görə elə oldu ki, Avropa Birliyi ölkələri həmin dövrdə, yəni 2-ci Dünya müharibəsindən sonrakı dövrdə müdafiə xərclərini minimuma endirərək, ümumdaxili məhsulun bəzi ölkələr heç 1%-ni belə xərcləmirdilər. Sosial layihələrə daha çox pul xərclədilər. Daha çox sosial rifahın yüksəldilməsi üçün işlər görüldü. Elə gəldi çatdı ki, 70-ci, 80-ci illərdə orta statistik Avropalı, məsələn Belçikalı, Hollandiyalı, orta statistik Amerikadan yaxşı yaşayırdı. Yəni bu da həm də ona görə baş verirdi ki, Amerika Birləşmiş Ştatları Avropanın qorunma xərclərini öz üzərinə götürmüşdü. İndi bunun belə deyək də, geri qaytarılması yollarını haqqında Avropa Birliyi ölkələrinə Trump mesaj verdi. Və mesajların 2 saata yaxın çıxışın 1 saatını kənara qoysaq, yəni öz fəaliyyətinin təriflənməsi haqqında işləri kənara qoysaq, bəzi incidici ritorikanı da kənara qoysaq, çox şeyi məntiqi olaraq düz deyirdi. Fransaya gəldikdə isə 2-ci Dünya Savaşından sonra BMT-nin formalaşması və onun Fransanın orada daimi yer alması və veto hüququnun qazanması açıq aydın SSR-nin daha çox köməyi ilə olmuşdu. Nəinki Amerika Birləşmiş Ştatlarının. Hətta o məşhur hadisə də var ki, kapitulyasiya aktını imzalayanda Alman general, Fransız generalı görəndə demişdi ki, yaxşı ben bunlara uduzdum. Sənə də mi uduzdum? Yəni sənin burada nə işin var? Yəni bu Fransızları o vaxtdan travmada saxlayan bir məsələlərdən biridir və BMT-nin gələcəkdə ümumiyyətlə nüfuzdan düşməsi və yaxud da kənarda qalması Fransanın o veto hüququ kimi ciddi bir üstünlüyündən məhrum olmasına səbəb ola bilər. İkinci, Macronun öz demarşları, belə maço siyasəti əslində heç fransız xalqına yönəlməyib bu dəqiqə. Fransız zaten onun növbəti dəfə prezidentliyə namizəd olması mümkün deyil. Bir ildən sonra seçkilərdir. Onun partiyası və onun hərəkatı demək olar ki, bu seçkilərdə tamamilə darmadağın olacaq. Mənə elə gəlir ki, Macronun Avropanın qoruyucusu imicinə belə yaratmaq cəhdləri gələcəkdə Avropa Birliyinin müdafiə naziri kimi bir vəzifənin təsis olunması və onun gələcəkdə bu vəzifənin əsas aparıcı qüvvəsi kimi olmasından xəbər verir. Yəni, əsas arzusu gələcək karyerasını Avropa Birliyinin təhlükəsizliyinə cavabdeh olan bir şəxs kimi görməkdir. Son vaxtlar atdığı addımlar məhz bu alqoritmə hesablanır.